düşmənin məğfur başını əzdi. Düşmənlər Qarabağda daim dura bilməzdi. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım bu sənə çox yaraşır. Ana 18 il böyütdü oğlun, vətən 18 ay qoruya bilmədi. Hər gün, hər gecə gözlədi yolun, oğul bir daha dönə bilmədi. Neçə evin çırağı söndü, çox körpə olanda atasını görə bilmədi. Ananın həyatı zülmətə döndü, oğul bir daha dönə bilmədi. Qəhrəman igidlər silahın aldı, nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü, tarixi yazdı, tarixi yazanlar oldular şəhid. Qələbə gününü daddıran bizə, borcludur bir ömür, bir millət sizə. Müjdə ver həm taleyə, həm qəzənfərə, igidlər torpağı aldılar şəhidim. İgidlər torpağı aldılar şəhidim. Burada Stəçinin Nəzarət Cəmiyyətinin Samı Qarizini alan qrupumuzda Xaliq Gündüz oğluna xoş sağlığı verilən Allah rəhmət eləsin şəhidimizə yerin övladı olsun. Allah rəhmət eləsin. Allah sabır versin. Sədir Mavini Bayram bəyə söz verirəm. Buyurun. Allah rəhmət eləsin cəmi şəhidlərimizə, ailələrə səbir və sözünü verir. Çox hava izətdir həqiqətən. Günlər 5 illik bir də şəhid qardaşımızdır. Allah rəhmətizə, bir dostlarımızdır. Səslərə deyəcəm şəhidlərimizə. Ailələrə səbir və sözünü verir. Allah şifa versin ailələrə. Allah olsun. İndən beləsə heç bir şəhid evə tabut nəsib edilməsin, heç bir xanımını və ananı boynu pişik qoymasın, nə də uşaqları boynu pişik atasız nəsib etməsin inşallah. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gündüz, yenə də deyirəm, Gündüz Atiyə və Mələyaniyə Allah səbir versin deyirəm.